Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve la taqulu limen yuqtalu fi sabilillahi emvatu bel ahya'un velakin la teş'urun. Sadakallahul aliyyul azim. Aziz mümin kardeşler, sizlerin her birinizi Allah'ın evinde bu güzel, mühteşem Ehl-i Beyt kapısında Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'dan acizane arzum budur ki ilahi perverdigar-ı alem bizim bu ibadet ve itaatimizi, kıldığımız namazlarımızı ve dualarımızı bizden kabul eyle. İlahi ihlas yolunda her birimizi sabit kadem karar ver. İlahi bari Hudaya iltimas eleyenler var. Arzu olanları var. Ve elel hususta bugün de ele kardeşlerimiz var ki onların daha çok duaya ihtiyacı var. Onların daha çok müminlerin, mümine hanımların, aksakalların, ahılların ve akbirçeylerin dualarına ihtiyacı var bu cümle gününde. O ki hastaları var, o ki reanimasiyada olan hastalar var, ihtiyaclıdırlar ve istiyorlar bizden ki biz dua etsinler. İlahi kimlerin ki ne hastası var, kimlerin ki ne acısı var ki onlar o acıdan kurtulmak istiyorlar. İlahi nicat yolun onlar için ayır ginen. İlahi her bir yerde hasta varsa, ister gurbette olsun, ister evlerde olsun, ister hastaxanalarda olsun, ilahi vəziyyəti daha çok ağır olanlarda olsun, ilahi hiç yoktan onlara şifa ver. İlahi illerdir ki burada bir cavan kardeşimiz var. İlahi her zaman işini atar, gələr bu ocağa, burada cəm namazında, cümə namazında iştirak eləyər. İlahi bari Xudaya az önce bundan qabaq zəng açıb, deyir Hacı Seyid, çox xahiş edirəm sizdən və orada olan müminlərdən. Mənim qızım var, bir qızım var, Zeynəbim var. O halən xəstəxanada və operasiya, belə deyək də, əməliyyat olunur. O əməliyyat olduğu üçün vəziyyət çox ağırdır. Mənim ümidim göydə Allaha, yerdə cümə günündə gələn o mümin insanlaradır. Onlardan xahiş elə bir ata kimi, mən onlardan yalvarıram, mən onlardan xahiş edirəm, mənim Zeynəbim üçün dua etsinlər. İlahi heç yoxdan, o ki ata intizardadır, o ki xəcalət çəkir, o ki ümidi hər qapıdan ayrılıb gəlir sənə və səndən diləyir, səndən istəyir. İlahi o insanları öz qapından naümid, əli boş geri qaytarma. Pərverdigar-ı aləm, bütün hacəti olanların hacətini ver. İlahi heç kimi peşiman qərar vermə. İlahi xüsusilə də ata, ana, övlad yanında onları xəcalətli eləmə. İlahi ya Rabbim Allah, bu dünyada bizleri ve övladlarımızı, yakınlarımızı, əzizlərimizi namərd adamlara ehtiyaclı qərar vermə. İlahi bari Xudaya ömrümüzün axırına qədər Allahu Ekber namazı ve ibadet ve itaati qılmaqla, etməklə bu dünyadan bizi köçürtginən. İlahi ölkəmizə əminamanlıq bəxş qərar ver. İlahi bari Xudaya bir daha Azərbaycan xalqına odlu, alovlu günlər nəsib eləmə. İlahi bizim babalarımız, atalarımız Azərbaycan boyda bir əmanəti, o ki şəhidlərimiz qanı bahasına, canı bahasına, qazilərimizin canı bahasına, tökülen qanı bahasına ilahi, o ki Azərbaycan boyda bir əmanət bizə veriblər, o əmanəti saxlamaqda və bizdən sonra
pakçılara, belə dolğun, düzgün, hər işi yerində olan və onun müstəqilliyi əbədi olması ilə, ərazi bütövlüyü əbədi olması ilə biz də onlara çatdıra bilək. İlahi, bu duaları bizdən qəbul eyle. Muhammed və Ali Muhammed salavat zikr eyləyək. Bugünkü mövzumuz da bilirsiniz, 27 sentyabr Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazılan anım günü və ölkə rəhbərinin əmri ilə şücaətli ordumuz, əskər və zabitlərimiz, Azərbaycan xalqı istər Azərbaycanda və istər xaricdə olan qeyrətli balalar, qeyrətli insanlar, namuslu insanlar, qəlbi, ürəyi, vətənlə döyünən insanlar hamısı bir yerdə toplaşıb torpaqlarımızın azad olunmasında görünməyən bir şücaət Allah Teala Azərbaycan xalqına nəsib və qismət elədi. Şəhidlik məqamı ucadır. Sözümün əvvəlində Allah Müteal belə buyurur. Bəqərə surəsinin 154-cü ayəsində və la təqulu limən yuqtalu fi səbilillah əmvat. Deyir ya Peyğəmbər, insanlara belədir. Və la təqulu limən yuqtalu fi səbilillah əmvat. Siz Allah üçün, Allah yolunda şəhid olanlara ölü deməyin. Bəl əhyaun, bəs onlar diridirlər. Və lakin la təş'urun. Amma siz onu dərk etmirsiniz. Yəni mənim yaratdığım insanlar onların diriliyini dərk etməzlər. İnsan həyatda yaşayanda hər bir insanın bir arzusu var, istəyi var Allah Teala'dan yaşaması üçün. Bəzi insanlar var bu dünyada əbədiliyi Allah Teala'dan istəyirlər. Əbədiliyi. Allah Teala bir qism insanlara onu verir. O da şəhidlərdir. Əbədiliyi onlara nəsib edib. Hak üçün vuruşanda, vətən üçün vuruşanda, namus üçün vuruşanda, torpaq üçün vuruşanda, dinin üçün vuruşanda Allah Müteal həmən əbədiliyi o insanlara bəxş edir, o insanlara verir və onları mükafatlandırır. O insanlar ki, əbədiliyi istəyiblər Allah Teala'dan. Bizim Azərbaycan şəhidlərimiz ona nümunədir. Baxın, Allah Teala Səf surəsinin 10-cu ayəsində buyurur: Ya eyyuhellezine amenu hal adullukum ala ticaretin tuncikum min azabin alim. Buyurur, ey iman gətirənlər, ya eyyuhellezine amenu, ey iman gətirənlər, Allah Teala'nı hak bilənlər, hak sayanlar. Hal adullukum ala ticaretin tuncikum min azabin alim. İstəyirsiniz ki, sizə bir şeyi öyrədim. Siz o əzabdan, əziyyətdən uzaq olasınız. İstəyirsiniz bunu sizə öyrədim. Siz o arzudasınız ki, mən sizə elə bir ticarət öyrədim Allah tərəfindən. Allah Teala sizə elə bir ticarət yönü öyrətsin, elə bir alveri öyrətsin ki, siz nicat tapasınız. Siz xeyir tapasınız. Siz qabağa gedəsiniz. Siz Allah'ın ən gözəl bəndəsi olasınız. Siz mükafat alasınız Allah'tan. İstəyirsiniz onu. Amma müraciət iman sahiblərinədir ya. Bunu da deyim sizə. Kim ki özünü iman sahibi bilirsə, onlara müraciət edir Allah Müteal. Kur'an'ın bu ayəsində ki, o insanlara ya eyyuhellezine amenu, ey iman sahibi olanlar, belə deyir, laf belə, ey daha açıq, İddia eləyən ki, mən iman sahibiyəm, mənim imanım var, mən Allah'ımı tanıyıram, mən Kur'an'ımı tanıyıram, mən cənnəti bilirəm, mən cəhənnəmi bilirəm, tanıyıram bunları, hak bilirəm Rəbbimi, imanım var, namaz qılıram, ibadətdə varam. Allah'ım, nə deyirsən mən ləbbeyk deyirəm, xaliqim, ey məni yaradan,
Bak budur mənası. Ya eyyuhellezine amenu. Ey iddia edən ki mən iman sahibiyəm. Mənim imanım var. Hal adullukum. Öyrədim sizə bir şeyi. Size bir şey vereyim size. Güzel bir mükafat vereyim. Onu öğrendim. Elə bir ticaret kurun Allah'la öz aranızda ki ben size o ticaretin yönünü göstereyim. Siz ondan xeyir görəsiniz. Tuncikum min azabin alim. Nicat tapasınız. Neden? Azabun alim. Çok büyük bir azabdan siz nicat tapasınız. İsteyirsiniz onu. Davamı diğer bir ayette. Səhv suresinin 11. ayesinde belə buyurur Allah Teala. Tu'minune billah ve rasulihi. Evvela budur şart ki iman getiresen Rabbi ve iman sahibi ve rasulihi ve onun hak gönderdiği neye? Kime? Peygamberine, Resuluna. Bu bir. Ve tucahidune fi sebilillah. Ondan sonra buyurur ki şartı budur ki tucahidune fi sebilillah. Siz Allah için vuruşasınız. Cihada çıkasınız. Dinin için, namusun için, vətənin için, torpağın için, vətən dardadır. Sen kalma. Allah, Resulü ve fi sebilillah. Allah için tücahid, cihad etmiş ol. Yani hakkı hak yerindedir. Ona göz yumma. Ki Allah içindir bu işler. Bu bi envalum. Sonra buyuruyor ki fi sebilillah bi envalikum ve enfusikum. Allah içindir bu yolu. Et bi envalikum. Yığdığınla neyin imkanın çatır. Bu bir ve enfusikum ve öz bedeninlendir. Öz cisminlendir. Cihada çıkınandır. Zalikum hayrun lekum in kuntum ta'lamun. Bu size daha çok hayırlıdır. İn kuntum ta'lam. Eğer siz bunu derk etseniz, eğer bilseniz ki bu ne kadar size lazım olan bir iştir. Ne kadar siz bunda fayda görersiniz. Ne kadar bu sizin için ey iman sahipleri, ey Allah'a hak bilen, peygamberi hak bilen insanlar ne kadar sizin için bu hayırdır. Kaş onu bileydiniz. Ki şehitlik makamı nedir? Ne güzel bir makamdır. Siz cihad edesen Allah tarafından kazanılan bir yerin ola. O ki məqam âli bir məqamdır, ilahi bir məqamdır ve Allah Teala seni sevir. Sayılan, seçilen insanlardan birisən. İlahi pərverdigarı aləm. O güzelliği bizim her birimize qismət qərar verir ki. Səhv suresinin 12. ayesinde buyurur: "Yughfir lekum zunubakum ve yudkhilukum cennetin tecri min tahtiha'l enhar." Eğer bu iki əməli etseniz, yani Səhv suresinin 10. 11. ayesini dedim, siz o yolda Allah'ın buyurdularına, Allah Teala'nın istediği bir təqdirdə əməl etseniz, o yolu geçseniz, o formada olsanız, ne deyir? Yaghfir lekum zunubakum. Allah Teala siz bendelerinin günahın bağışlayar. Ve yudkhilukum cennetin ve sizi cennetlerine, öz cennetine, sizin için yarattığı o cennete dahil edecektir. O cennet ki onların bağları vardır ve çaylar oradan akır ve mesakine tayyibeten, güzel pak mekanlar var, onlar sizin için yaratılıp fi cennetin adin cennetlerinde. Zalike fawzun azim. Bu güzel bir azamettir. Kaş siz bunu bileydiniz. Bu güzel bir nüfuzdur. Kaş siz bunu anlayaydınız. Bu güzel bir verilen, Allah tarafından verilen bir sovgattır. Kaş siz bunu derk edeydiniz. Allah'ın perverdigarı alem. Bu güzelliğin derk olunmasında bizim her birimize kömək ol günün. İlahi xətəri ve belanı üzerimizden götür ve biz de senin həqiqi bəndə olmaq ve o yolda addımlamağı bize nasip karar ver günün inşallah. Ali İmran suresinin 171. ayesinde Allah Teala buyurur: يَسْتَفْشِرُونَ بِنِعْمَةٍ مِنَ اللّٰهِ وَفَزْلٍ وَاَنَّ اللّٰهَ لَا يُزِيعُ اَزْرَ الْمُؤْمِنِينَ. Onlar Allah tarafından olan nimet ve bəxşişe göre ve həmçinindir Allah'ın müminlerin mükafatını zayi etmemişten şaddılar. Onlar yani kimler? Ondan qabaqki ayədə yani şehitlere aittir bu. Sevinecekler deyir. Onlara hiçbir zulüm olunmaz. İnsan hakkından başka, hakkın nas'tan başka. Bütün bir şeyler Allah içindir. Ve Allah Teala buyurur ki onlar ölü değiller. Siz onlara
ölü deməyin. Baxın, bu 44 günlük müharibədə yadıma düşübkən onu deyim. Bu hadisəni həm işi icra edənlər mənə danışıblar, eşitmişəm. Həm ananın öz sözlərini eşitmişəm. Görürəm ki, hər biri bir-birinə düz gəlir. Fərid adında, səhv eləmirəmsə, Fərid adında Zəngilan rayonundan olan Fərid adında bir oğlan, bir şəhiddir. O şəhid olur. Anası danışır ki, Fəridim şəhid olamamışdan öncə o ki müharibəyə getdi. Müharibəyə gedəndə mən əllərimi qaldırdım, dedim ilahi namaz qılanam, həm də anayam. İlahi mənim oğlum haqq üçün, torpaqlarımızın yağı düşməndən alınması üçün. İlahi 30 ilə yaxındır ki, Azərbaycan xalqının bir kədər yeri var, qəm yeri var, qüssəli olan bir yeri var. O da torpaqlarımızdır. Bizim soydaşlarımızın torpaqları, onların ev eşikləri viran qoyulub, onların namuslarına təcavüz olunub. Mən də bir anayam ilahi. Mənim övladım gedib müharibəyə. Əgər mənim övladımın anadıra, övladımın qisməti şəhadətdirsə, ilahi, əsl şəhadət nədirsə, şəhid olmaq əsl nədirsə, sən onu bəyənirsənsə, mənim o övladıma, indiki cəbhədədir, vuruşur düşmənlə üzbəyüz, o əsl şəhadəti ona qismət qərar ver yenə. Anadır ha. Əsl şəhadət deyil nədirsə, onu mənim Fəridimə qismət qərar ver yenə. Bir xəbər gəlir ki, bəs sənin övladın, oğlun şəhid oldu. Deyir, o vaxt özümüzdə deyildik. Onu elə bir yerdə dəfn etdilər ki, mən ona razı olmadım. Mən yaşayırdım Bakıda, amma onu digər bir rayonda dəfn etdilər. Bir ana kimi hər zaman vaxtım olmurdu gedib ona baş çəkim. Həm də yaşım yavaş-yavaş daha çox çoxalmağa başlayanda Fəridimdən ayrı düşdüyüm üçün çox pis olurdum. Hətta ölkə rəhbərinə, onun xanımına, digər hər bir yerə yazandan sonra mənim sözümə qəbullandılar, yəni yerə salmadılar. Mənim övladımı 11 aydan sonra digər bir yerə, Bakıya köçürmək üçün qərar verdilər. Amma qərar çox çətin oldu. Bunlardan işim yoxdur. Əsas məqsədə gəlirəm. Məqsəd ondan ibarətdir ki, deyir, məndən xahiş etdilər ki, bir ana kimi və mənim həyat yoldaşımdan xahiş etdilər ki, siz gəlməyin. Çünki biz şəhiddir, qəlpə ilə yaralanıb, bədəni dağım olacaq. İndi 11 ayda üstündən keçib. Sizin ora gəlməyiniz, o halı görməyiniz çox pis olacaq. Gəlməyin. Bir ana kimi deyir, dedim, yox. Mən olmaz ki, balamı görməyəm. Allah Taala onu mənim balama nəsib edibsə, indiyə kimi mənim nəfəsim gedib və gəlirsə, Allah Taala mənim ömrümü mənim əlimdən almayıbsa, mən yaşayıramsa, balamın köçürülməsinə mən necə olar ki, görməyəm, olmaz. Dözə bilmərəm buna. Amma deyir, buna danışır, deyir, bir şey də vardı. Bu 11 ay ərzində hər zaman mən gecə namazlarını qılandan sonra ağlayaraq Allahımdan belə bir dua edirdim ki, ilahi, haçansa bu imkan olacaq, indi ki icazə verirlər, balamı köçürdəndə məni xəcalətli eləmə insanların arasında. Balamın qəbri açılanda mən xəcalətli olmayayım ha, Allahım. Deyir, bu qədər dua eləyə-elə ardıcıl bu namazları qılanda günlərin bir gün bir yuxu gördüm. Gördüm ki, mənim Fəridimdir. Amma onu uzadıblar, deyir. Elə bil ki, həmən Fəridimdir ki, ona heç bir şey olmayıb. Fəridimi tabutda deyir, qıraqları bağlı olur. Amma mənim balamı qoyublar şüşəli, açıq, aydın bir tabutda. Mən yaxınlaşdım yavaş-yavaş övladıma və onun hər bir tərəfinə baxandan sonra çox şad oldum. Dedim, ilahi sənə çox şükür. Bunu mən yuxuda görürəm, deyir. Deyir, elə ki başladılar şəhid balamın qəbrini
qazmağa, yavaş-yavaş çıxartmağa, üstünü o işi icra edənlər üstündən çoxlu bir şeylər giyindilər. Əlcəklər axtarıb onu taxdılar. Hətta üzüm belə bağladılar. Sonra da dedilər ki, bəs bir ağ bir şey də mənə verin, üstündən bağlayım. Deyir, mən bir ana kimi bilirdim ki, nə üçün bunlar, bu işlər nə üçün gedir? Bilirdim ki, yəni, hətta deyirlər ki, külək əsirdi o gün, külək əsdiyi üçün deyirlər, küləyin əsən tərəfinə tərəf, deyir, qoymayın orada adam yansın. Yəni, iyi gedəcək, qoxu gedəcək, o tərəfə qoymayın, o tərəfə getsin. Orada adam əyləşməsin, bu tərəflərə gedin. Amma mən deyir, bir ana kimi də qalmışdım. Deyir, elə ki, həmən işi icra eləyən o birinci daşı üstündən götürdü qəbirdən, ondan asılı olmayaraq o titrədi deyir. Baxdı deyir, bütün ikinci daşı götürdü. Deyir, elə ki o daşı götürəndən sonra, deyir, çox insanlar bilərlər, rayonlarda, kəndlərdə olan daha yaxşı bilər. Meşə ətrafında yaşayanlar daha çox o qoxunu hiss eləyərlər. Deyir, yaz ayında, yağış yağanda meşədən bir nəsim, gözəl qoxu iyi gəlir deyir. O qəbri açandan sonra o iyi gəldi. O özünü, bütün bədənini hazırlamış və təkcə gözləri görünən insan, o işi icra eləyən əllərindən o qat-qat əlcəkləri çıxartdı. Aleykümselam. Üzündəki o şeylərin hamısını çıxartdı. Və paltarın tamamı çıxartdı. Baxdı mənə tərəf. Özdə bu işi icra eləyən 2 metrə boyunda bir oğlandır, deyir, kişidir, deyir. Dedi, ana, dedim, bəli. Dedi, sən ki istəyirdin ki balavı görəsən, görə bilərsən, gəl. Deyir, gəlib yaxınlaşdım balamın qəbrinə. Birinci dəfə deyir, övladımı ora qoyanda, təzə qəbir olanda yaş olar, sulu olurdu, deyir. O cür qoymuşdular. Deyir, amma inanın Allaha, övladımın qəbrinə baxmayaraq 11 ay üstündən keçib, elə bil ki günəş düşmüşdü içinə, qupquru idi. 11 ay bundan öncə qoyulan fəridim, övladım o cürdə qalmışdı. Heç bir şey yox idi. Hamı gəldi. Hətta deyir, o insanlar ki 20 metrə, 30 metrə uzaqlıqda olanlar, onlar da bunu eşidib tamam gəldilər. Bu möcüzənin şahidi oldular ki, Pərverdigar aləm necə olan bir şeydir. Necə qoyulubsa 11 ay bundan qabaq heç bir şey tərpənməyib. Hər şey yerindədir. O formada deyir, qoyduq tabuta. Gətirdi onu Bakıya, mənə yaxın olan bir yerdə, orada dəfn etmək üçün. Amma bir şeyi gördüm ki, onu heç kim deyir, etmədi. Anas deyir, ha? Deyir, ağlamıram ona görə ki, bildim ki Allah Taala mənim övladıma və mənim övladımla bərabər bu haqq yolda vuruşan vətən üçün, torpaq üçün, Azərbaycan üçün, onun istiqlaliyyəti üçün vuruşan, qan töküblər, şəhid olublar. O insanlar haqq üçündür vuruşublar və onlar həqiqi şəhiddirlər. Onun deyir, övladımın deyir, onu açanda övladımın üst tərəfi, həm gözləri, heç kim də onu istəməmişdir o halı. Allah deyir, onu da mənə göstərdi. Elə bir ki, üstündən o 3 dənə örtülü şey var. Onlardan biri açılandan sonra mən övladımın gözlərin, ağzın, burnun, saçına kimi, alnına kimi gördüm. Və Pərverdigarıma şükür etdim, ilahim. Sən mənim arzumu ürəyimdə saxlamadın. Sən məni digərlərin yanında xəcalətli etmədin. Halbuki deyir, övladım qəlpə ilə, arxadan ona bir neçə qəlpə dəyib, onunla şəhid olmuşdur. Baxın, əsil şəhidliyim. Allah Taala nə üçün deyir, sözümün əvvəlində, deyir, siz hesab zənn etməyin ki, şəhidlər ölüdür. Onlar diridilər. Və lakin la təşkurun. Amma siz onu dərk etmirsiniz, biz dərk etmirik. O gözəlliyi verən Allah Taala özüdür. O əzəməti verən Allahdır. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Məqamları ucadır, daha da uca etsin. Onların ailələrinə, analarına, atalarına, onların həyat yoldaşlarına, onların balalarına səbir versin. Və onlarla bərabər bizim canlı qazilərimiz var.
Onlar bizim canlı şehitlerimizdir, yaralı şehitlerimizdir ki yaralıdırlar onlar. Allah Teala hiç yoktan onlara şifa versin. Ruzilerin bol karar versin inşallah. Allah Teala bir daha Azərbaycan xalqına bu cür müsibətləri nəsib eləməsin. Ülkemiz həmişə güclü olsun. Düşmənimiz həmişə məğlub olsun. Allah Teala bizim birliğimizi həmişə daimi qərar versin inşallah. Və ölkəmizdə günbəgün çiçəklənsin. Ölkə vətəndaşları ilə bir yerdə inşallah. Baxın bu cür işlər baş verib. Və onlardan da biri, mən keçən cümədə danışmışdım. Bir neçə ana zəng etdi. Xüsusilə də Neftçaladan Telman danışdım. Kəlbiyev Telman Yadigar oğlu. Ondan danışdım. Onun həyat yoldaşı danışır. O deyir, o hissəni heç olmasa bizim üçün təkrar et. Qoy qəlbimizə su səpilsin. Qoy biz toxtalıq tapaq. O Fəridin anası bu şeyleri danışandan sonra, bunu koyayım ondan qabaq ki danışım. Deyir, Qubadan bir şəhid anası vardı. Deyir, oğlum şəhid olandan sonra gördüm ki, yox, mən havalanıram. Mənim əzizim bir övladım vardı, o da mənim əlimdən çıxdı. Nə qədər mənə dərman, nə qədər mənə həkim gördüm mümkün deyil. Gün bə gün mənim halım pisləşir. Daha çox pis oluram. Dəlilik həddinə gəlib çatmışam. Amma deyir, mənim öz oğlum haqqında və mənim yanımda olanlar, mənim qohumlarım, həmən o işi icra eləyən Fəridimin haqqında, oğlumun haqqında danışanda, onun qəbrini o cür görəndə, onu danışandan sonra o Qubalı deyir, bu sözləri eşidəndən sonra Qubalı şəhid anası əleyhissalam, o mənə zəng açdı, dedi ki, mən ondan sonra toxtalıq tapdım. Mən o gündən sonra bu sözləri eşidəndən sonra, sənin oğlun haqqında danışdığını eşidəndən sonra bütün həkimlərdən uzaq düşdüm. Bütün dərmanlardan uzaq düşdüm. Mən indi özümə qayıtdım. Bax, əzəmətə bax. İndi Telman 32 yaşında olur. Xüsusi təyinatlarda xidmət göstərən bir cavan oğlan olur. Ailəsində 2 övlad var. Həyat yoldaşı danışır ki, mənim Telmanla əhdim vardı. Ki, bəs Telman, mənim atam da, mənim qardaşlarım da, mənim anam da, mənim hər şeyim sənsən. Ömrümüzün axırına qədər bir yerdə yaşayarıq. Məbada bu yolda məni tək qoyasan. O da mənə söz vermişdi ki, darıxma, ömrümün axırına qədər mən səni tək qoymaram. Çünki Telman bilirdi ki, mən 9 yaşında ikən atamı itirmişdim. Mən yetim böyümüşdüm. Mənim də 2 övladım vardı. Müharibə başladı. Telman müharibəyə getdi. Hər nə qədər müharibə olsa, baxmayaraq ki, mən zabitin, əskərin həyat yoldaşı idim, ona baxmayaraq elə bilirdim ki, bəs müharibə başlayıb, inşallah qələbə olacaq, onunla da qutaracaq. Amma inanmırdım ki, bu faciə baş verəcək. Mənim başıma gələcək. Sentyabrın 27'si bu baş verəndən sonra sentyabrın 30'u deyir, Telman bizə zəng etdi. Tez-tez mənlə, atası ilə, anası ilə, balalarla danışandan sonra Telmanın səsində bir vahimə eşitdim. Elə bir ki, sanki Telmanın qəlbinə sızmışdı ki, o bir neçə gündən sonra şəhid olacaq. Oktyabrın 2'si Kəlbəcər həmlə qrupunun rəhbəri olan Telman oktyabrın 2'sində şəhid olur. Amma bizə onu demədilər deyir. Üstündən 85 gündən sonra onun nəşi tapılıb. Müharibədən sonra nəşi tapılıb. Deyir, məni aparmırdılar. Deyirlər ki, sən cavansan. Sən o nəşi görə bilməzsən, pis olarsan. Dedim, necə yəni? Mən onun həyat yoldaşıyam. Mənim ondan əhdim olub. Mən onun 2 övladım böyüdürəm. Mən ona söz vermişəm ki, bu övladları sənə layiq olan, sənin istədiyin, sənin arzun nədirsə o cür böyüdəcəm deyir. Bunları deyirdim. Onun itirilməsinə dözə bilmirdim, sözün düzü. Dedim, Telman, nə oldu ki, sən mənə söz vermişdin ki, axı bu ömrü bir yerdə. Sən bilirdin ki, mənim heç kimim yoxdur. Sən bilirdin ki, mən sənə demişdim ki, atam da, anam da, qardaşım da, hər şeyim sənsən. Sən də məni tək qoydun bu dünyada. Niyə? Deyir, dözə bilmirdim bu hallarıma. Çox pis idim, deyir. Telmanı gəlib dəfn eləyəndən sonra 2-ci deyir cüməsində getdim qəbr üstə.
Qəbr üstə gedəndə gördüm ki, artıq üstünə, qəbrin üstündən beton töküblər. Çox narahat oldum. O qalın betonu görəndən sonra dedim, siz bilmirsiniz ki, mənim həyat yoldaşım yaralıdır. O qədər ağırlıqda olan betona dözməz onun sinəsi. Bu cür deyir, pis oldum deyir. Ağladım deyir, çox pis oldum deyir. Çox pərişan oldum. Artıq deyir, özümdən çıxırdım. Özümü görürdüm ki, həyatda yaşaya bilmirəm. Hətta özümdə toxtalıq istəyirdim ki, övladlarıma görə, mən heç övladlarıma görə qoy yaşayayım, görürdüm ki, əlimdən gəlmir. Neyniyim ilahi? Deyir, mən də yuxu gördüm gecənin bir aləmində. Gördüm bir nurani kişi, hər nə qədər istədim ki, onun üzünü görəm, görə bilmədim, nur ələnirdi ondan deyir. Deyir, mənə salam verdi, deyir. Şəhidin həyat yoldaşı sənsən? Dedim, bəli, mənəm. Deyir, həyat yoldaşından sənə məktub var. Deyir, and ola Allaha, 1000 məktubun içindən mən Telman həyat yoldaşımın onun necə yazı yazmağını bilirdim, deyir. Seçərdim də, deyir. Heç uf da deməzdim, deyir. Yuxuda, deyir, o məktubu mənə verəndən sonra mən məktubumu açdım. Gördüm ki, bəli, doğrudan da Telmanın yazısıdır. Öz əlləri ilə yazıb. Deyir ki, mənim gözəlim, düzdür, mən söz vermişdim ki, bu həyatı səndən bir yerdə, amma vətən üçün, haqq üçün, namus üçün mən getməli idim. Bir də ki, darıxırsan ki, mənim yaralarımı görmüsən, darıxırsan ki, mənim yaralarımda qan axırdı, onu görmüsən, deyir, onun üçün darıxırsan, and olsun, deyir, həyat yoldaşım, mənim xanımım, deyir, mənim əzizim, and olsun Allaha, mən Hüseynin yanındayam. O yaralara görə ki, sən narahatsan, onları İmam Hüseyin öz əlləri ilə deyib, sarıyıb, sən onun üçün narahat olma, artıq sağalmışam, heç bir yerimdə yara yoxdur, ilahi. Pərverdigar aləm. Bunu ki mən demirəm. Bunu ki mən demirəm. Bunu ki şəhidin öz həyat yoldaşı deyir. Deyir, İmam Hüseynin yanındayam. Mən ona qonağam, deyir. Allah məni ona qonaq edib, deyir. Mən onun yanındayam. Yaralarım da hər yerim sağalıb, deyir. Onun üçün narahat olma. Məndən arxayın ol. Deyir, bu yuxunu görəndən sonra, ondan sonra mən toxtalıq tapdım. Mən rahat oldum və söz verdim ki, mən Telmana nə söz vermişdim, övladları necə böyüdəcəm, and olsun, nə qədər nəfəsim gedib və gəlir, mən övladlarımı o cür böyüdəcəm. Bizim bu cür qəhrəmanlarımız var. Bizim bu cür Allah Teala o ailədə, elə bir ailələrdə bizim onlardan xəbərimiz olmayıb. Heç kimdən xəbəri olmayıb. Amma o cür nəfəsi, qəlbi Allah üçün, haqq üçün, vətən üçün, torpaq üçün, namus üçün, qeyrət üçün döyünən balalarımız olub. Qeyrətli qardaşlarımız olub. Onlardan da biri Astaradan olan Pəncəli Teymur. Pəncəli Teymur. O aprel döyüşlərində şəhid olur. Amma ona qədər əvvəla birinci əskərliyə gedir, əskərlikdə düşür kəşfiyyata, kəşfiyyatı o qədər mükəmməl öyrənir, o qədər həvəsi olur, hətta uşaqlıqdan belə özünü bağlayır. 92-ci illərdədir, Xocalı hadisəsi baş verəndə və onu televizorda göstərəndə Pəncəli Teymur o vaxt deyir, çox körpə olur. Körpə uşaq olur, amma ona baxanda deyir, göz yaşları axıdardı, deyirdi, mən böyüyərəm, o vətənin, o şəhid olanların, o anaların, o qisasını onlardan alaram. Və o cürdə 17 il xidmət göstərir. Xüsusi təyinatlılarda ən gözəl rütbələri tutur. Və hətta burada məktəbi qutarandan sonra Türkiyə və digər xarici ölkələrdə də o xüsusi təyinatlı olmağı, yəni bütün o müharibədə, döyüş zamanında nə lazımdırsa zabitə, əskərə onların hər birini mükəmməl öyrənir. Və ondan sonra başlayır. Həmən Xocalıda uşaq ikən söz verdiyi Xocalı hadisəsini törədən general rütbəsini almaq üçün, təltif olunması üçün o tərəfdə Pəncəli Teymur bütün hadisəni öyrənəndən sonra həmən o insan ki gedib onu təltif olunma olacaq, onun arzusunu, generalın arzusunu ürəyində saxlayır və onları məhv edir.
Bu hadisəni erməni xalqı həzm edə bilmir. 1 milyar dram onların pulu ilə onun başının qiymətini qoyurlar. 1 milyar dram. Dilə bu necə olan bir şeydir. Hətta bir dəfə bilirlər ki, Teymur onlar tərəfdədir. Onu pusuya salırlar. 21 gün pusuda qalır və yenə sağ salamat gəlir çıxır. Deyir, necədir bu? Hansı bir möcüzədir? Nə cür bu insandır? Amma aprel döyüşlərində yenə çoxlu sayda erməni mənfurlarından, əskər və zabitlərindən öldürəndən sonra, məhv edəndən sonra, onların tanklarını, BTR-lərini, yük maşınlarını dağıdandan sonra yenə pusuya salınır və çox əfsuslar olsun ki, orada şəhid olur. Amma ən maraqlısı deməyimdə, ən maraqlı nöqtə bilirsiniz nədir? Ən maraqlı Pəncəli Teymurun ən daha çox insana təsir edəsi yer, məqamı odur ki, bu insan evlənir, öz toyuna ona söz verirlər. Deyir, mənim bir arzum var. Arzum odur ki, mən mənfur qonşularımız ki var, erməni vandallara qarşı vuruşam, döyüşəm, onlardan qıram, dağıdam, tökəm onları, məhv edəm onları, cəhənnəmə göndərəm, ondan sonra deyir, şəhid olam. Şəhid olandan sonra öz toyunda deyir, bunu görənlər görüblər. Şəhid olandan sonra deyir, məni Azərbaycan bayrağına büksünlər və tabutumu kəndimə gətirib dəfn üçün aparsınlar. Mənim arzum budur. Qeyrət bax, namus bax, iman bax, vətənsevərlik bax, bu Azərbaycan xalqınındır. O insanlar, o şəhidlər bizim üçün əmanət qoyublar. Azərbaycan kimi bir əmanəti bizim üçün qoyublar. Biz heç zaman yaddan çıxartmamalıyıq və inşallah da yaddan çıxartmarıq. İlahi pərverdigar aləm, sənə and verirəm Cəlal və İzzətin xatirinə, Azərbaycan xalqı qeyrətli xalqdır. İlahi, daha da qeyrətli olması üçün, daha da bir yerdə olması üçün, həmrəy, həmfikir olması üçün, daha da qüdrətli və güclü olması üçün, daha da imanlı olması üçün bizim hər birimizə kömək et. İlahi, bizim şəhidlərimizin məqamı ucadır, daha da uca qərar ver. Onları peyğəmbərlərlə, Kərbəla şəhidlərindən həmnişin qərar ver ki, ailələrinə səbr ver ki, İlahi, bizim yaralı qazilərimiz var, heç yoxdan onlara şifa ver ki, İlahi, səni and verirəm Cəlal və İzzətin xatirinə, harada ki müsəlman yaşayır, o yerlərdə əminamanlıq olsun. İlahi, bari Xudaya, bütün müsəlmanların bir yerdə olmasını, təfriqə aralarında olmaması üçün hər bir müsəlmana kömək ol ki, təfriqə yaradan kimliyindən asılı olmayaraq, ya Rəbbim, kimlər ki təfriqə yaradırlar, kimliyindən asılı olmayaraq, onların istəklərini onların qəlbində saxla, onları məğlub qərar ver ki, bizləri qalib qərar ver ki. İlahi, Cəlal və İzzətin xatirinə, sənə and verəm Cəlalı və əzəməti və ya Rəbbim Allah, bizim bu dualarımızı bizdən eşit ki. İlahi, bizim cüməmizi bizim üçün axırıncı qərar vermə. İlahi, ruzimizi bol qərar ver ki. İlahi, hacəti olanların hacətini qəbul eyle. İlahi, kimlərin ki ruzisi yoxdur və yaxud da azdır, İlahi, onları övladları yanında, yaxınları yanında, əyalı yanında, İlahi, qohum qardaşları yanında, bazı ata-anası yanında xəcalətli qərar vermə. İlahi, evi olmayanlara ev nəsib qərar ver ki. İlahi, bu əminamanlığı bizim üçün, Azərbaycan xalqı üçün daimi və əbədi qərar ver ki. İlahi, Azərbaycan üçün, Azərbaycan xalqı üçün ki, o cür insanlar çalışırlar gecə və gündüz, İlahi, Azərbaycan üçün, Azərbaycanın müstəqilliyi üçün, Azərbaycan xalqının rifahının yaxşı olması üçün çalışanlara sən özün kömək ol. İlahi, pərverdigar aləm, o insanlar ki var, əgər onlara insan demək olarsa, Azərbaycanı sevməzlər, Azərbaycanda bu sabitliyi sevməzlər, Azərbaycanın ərazi bütövlüyünü istəməzlər, arzulamazlar. Bu xalqın, müsəlman camiyyəsinin firavan və azad yaşamağını istəməzlərsə, din düşmənləridirlərsə, İlahi pərverdigar aləm, onların hacətin, onların istəklərin ürəyində saxla. Onları həmişə məğlub qərar verginə və bizləri qalib qərar verginə. İlahi, bizim üç rəngli bayrağımız əbədi dalğalansın. Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu.
Peygamber ve Ali Peygamber salavat zikredelim.